Salam əziz izləyicilər, bu videoda hədəfin kimya test toplusundan 11.2 duzların hidrolizi bölməsində olan sualları izah edəcəm. Başlayaq birinci sualdan. Deyir, hansı duz hidrolizə uğramır? Deməli, bir çöküntü olan duzlar hidrolizə uğramırlar. Bir də suda yaxşı həll olan, amma qüvvətli əsas qüvvətli turşudan yaranan duzlar hidrolizə uğramırlar. Burada biz B variantını götürəcəyik, çünki kalium sulfat qüvvətli əsas olan kalium hidroksiddən və qüvvətli turşu olan sulfatdan yaranıb, hər iki tərəfi qüvvətlidir deyə hidrolizə uğramır. Məsələn, A bəndinə baxsaq, natrium karbonat qüvvətli əsasdan zəif turşudan yaranıb. Yəni, hidrolizin baş verməsi üçün duzda bir zəif tərəf olmalıdır. 2-də deyir, anyona görə hidroliz edən duzları göstərin. Anyon tərəfi zəif olanları götürməliyik. A bəndində sulfat qüvvətlidir, qüvvətli turşudur. Qüvvətli turşunun duzudur, yəni alüminium sulfat. Ona görə hidroliz anyona görə getməyəcək. B bəndində həm nitrat qalığı, həm xlorid qalığı qüvvətli elektrolitlərin qalıqlarıdır. Ona görə B-ni də çıxıram. C-də sulfat, bromid ikisi də qüvvətli turşu qalıqlarıdır. Cavab D bəndidir. Sulfid turşusu zəif elektrolitdir. Həmçinin karbonat turşusu da yenə zəif elektrolitdir. Yəni D variantında olan duzlar anyon tərəflərinə görə hidroliz edirlər. 3-də deyir, hansı duz hidroliz edir? Suda məhlulunda mühit neytraldır. A bəndində kalium sulfat hər iki tərəfi qüvvətli olduğuna görə hidroliz etmir. B bəndində hidroliz baş verir. Zəif əsas qüvvətli turşudan yaranıb deyə mühit turş mühitdir, neytral deyil. C bəndindəki duz qüvvətli əsas zəif turşudan yaranıb, hidroliz edir, mühiti qələvi olur. D bəndindəki duz zəif əsas qüvvətli turşudan yaranıb, hidroliz edir, mühit turş mühitdir. Bax, cavab Y bəndidir. Amonium karbonat yaranıb zəif əsas olan amonium hidroksiddən və zəif turşu olan karbonatdan. Ona görə Y bəndini götürəcəyik. Burada hər iki tərəf zəif olduğuna görə hidroliz baş verir və mühit neytral olur. 4-də deyir, dəmir 2 nitratın hidrolizini sürətləndirmək olar. Necə olar? Baxaq, məhlula su əlavə etməklə. Aha, məhlula su əlavə etsək, bəli, hidroliz sürətlənəcək. Yəni, hidroliz üçün nə lazımdır? Su lazımdır. Mən də su əlavə edirəm. Hidroliz təbii ki, sürətlənməlidir. 2-də nə deyir? Məhlula dəmir 2 nitrat əlavə etsək. Dəmir 2 nitrat əlavə etsək, belə deyək də, dəmir 2 nitratın məhlulu turş mühit olar. Turş mühitdir və mən də bura yeni bir turş mühit əlavə edirəmsə, hidroliz sürətlənməz, əksinə zəifləyər. Turş mühitə qələvi mühit əlavə etsəm, hidroliz sürətlənər. 3-də deyir, məhlula nitrat əlavə etməklə. Nitrat da yenə turşudur. Turş mühitə turş mühit əlavə edəndə hidroliz yenə də zəiflənəcək. Yəni, biz A bəndini götürməliyik doğru cavab olaraq. 5-ci sual. Mis-2 xloridin suda məhlulu üçün hansı ifadələr doğrudur deyir. Anion sayı katyon sayından çoxdur. Bəli, mis-2 xlorid dissosiasiyaya uğrasa, mis-2 müsbət iyonu 1 mol, xlor mənfi iyonu 2 mol alınır. Deməli, anion katyondan çoxdur. Bu düzdür. 2-də deyir, lakmuzu qırmızı rəngə boyuyur. Burada bu duz kuprum OH2-dən yaranıb, yəni zəif əsasdır. H-xlordan yaranıb, o da qüvvətli turşudur. Yəni, bu duzun məhlulunda turş mühit var. Turş mühitdə də lakmuz qırmızı rəngə boyanır. Bu da doğrudur. Anyona görə hidroliz edirmi? Xeyr, zəif tərəfi kuprum OH2 tərəfdir. Yəni, katyon tərəfi zəifdir. Ona görə katyona görə hidroliz etməlidir. Cavab A variantı olacaq. 6-da deyir, hansı duzların hidrolizinin birinci mərhələsində əsasi duz alınır? Kuprum SO4-də mühit turşdur. Natrium sulfiddə mühit əsasidir, yəni qələvidir. Alüminium xloriddə mühit turşdur. Kalium karbonatda mühit əsasidir. Bizdə əsasi duz alınmasını istəyiriksə, birinci mərhələdə biz turş duzları götürməliyik. Yəni, mis-2 sulfatın hidrolizinin birinci mərhələsindən belə bir əsasi duz alınacaq. Alüminium xloridində yenə hidrolizinin birinci mərhələsində alınacaq alüminium OH
xlor 2. Əsasi duz alınır turş mühitdə. Əsasi mühitdə isə turş duz alınacaq. Birinci mərhələdə təbii ki. 1 və 3'ü götürürük. Cavab D variantıdır. 6-da soruşur hansı duzların suda məhlulunda turş mühit yaranar? Birincidən yaranmaz. Çünki qüvvətli əsas qüvvətli turşudan yaranıb. Neytral mühitdir. İkincidən yaranacaq. Zəif əsas qüvvətli turşudur. Turş mühit olacaq. Üçüncüdə yenə zəif əsas qüvvətli turşudur. Dördüncüdə qüvvətli əsas zəif turşudur. Ona görə buradan qələvi mühit yaranır. Beşincidə hər iki tərəf zəifdir. Neytral mühit yaranır. Altıncıda isə zəif əsas qüvvətli turşu olduğuna görə yenə də turş mühit yaranır. 2, 3, 6'nı götürürük. Y variantı doğru cavabdır. 8'de deyir sink nitratın hidrolizi üçün hansı ifadələr doğrudur? Nitrat hidrolizi gücləndirirmi? Xeyr. Sink nitrat zəif əsas qüvvətli turşudan yaranıb. Yəni mühit turşdur bu duzun məhlulunda. Mən də bura turşu əlavə edirəmsə hidroliz zəiflənməlidir. Aralıq məhsul kimi əsasi duz alınır. Bəli, əgər duzun özü turş mühitdirsə, turş mühit verirsə, aralıq məhsulu əsasi duz olmalıdır. Hansı əsasi duz ola bilər? Sink OHNO3 ola bilər. Ola bilər, yox, elə budur. Su hidrolizi zəiflədirmi? Xeyr. Su hidrolizi zəiflətməz. Su hidrolizi gücləndirər. Ona görə D variantı doğru cavabdır. 9'da baxaq. Duzlar X və Y-dir. Hidrolizin birinci mərhələsində alınan maddə əsasi duzdur X-da. Amma elektroliz zamanı məhlulda qalan maddə turşudur. Gəlin baxaq. Natrium karbonat. Qüvvətli əsas zəif turşudan yaranıb. Yəni onun mühiti əsasi mühitdir. Deməli aralıq məhsulu, yəni birinci mərhələsində alınan maddəsi əsasi duz ola bilməz. Həmçinin natrium sulfidi də silirəm. Çünki o da əsasi mühit verən bir duzdur. Aralıq məhsulu əsasi duz ola bilməz. Kalium nitrat isə qüvvətli əsas qüvvətli turşudan yaranan duzdur. Ümumiyyətlə hidroliz etmir. Həmçinin kalium sulfat da yenə qüvvətli əsas qüvvətli turşudan yarandığına görə hidroliz etmir. Evet, belə elə X-lara görə cavabı tapırıq D variantı. Baxaq. Mis 2 nitrat. Zəif əsas qüvvətli turşudan yarandığına görə turş mühit verir. Deməli, onun aralıq məhsulu əsasi duz ola bilər. Hansıdır o duz? Mis 2 hidrokso nitrat duzudur. Və mis 2 nitratın suda məhlulunun elektrolizindən görəsən turşu alınırmı? Baxaq elektroliz reaksiyasına. Katodda mis alınacaq, anodda oksigen, yerdə qalacaq HNO3. Bəli, həqiqətən də turşu alındı. İndi D variantının Y-ına baxaq. Kalium sulfid. Bu özü əsasi mühit verən bir duzdur. Çünki qüvvətli əsas zəif turşudan yaranıb. Onun aralıq məhsulu turş duz olacaq, kalium hidrosulfid olacaq və kalium sulfidin suda məhlulunun elektrolizinə baxaq görüm, məhluldan nə alınır? Katodda hidrogen, anodda kükürt, yerdə qalır kalium OH. Həqiqətən də məhlulda əsas alındı. 10-cu suala baxırıq. Hansı doğrudur deyir? Hidrolizinin birinci mərhələsində əmələ gələn duzun tipi. Alüminium nitrat. Zəif əsas qüvvətli turşudan yaranıb, duz özü turş mühit verirsə, onun aralıq məhsulu olacaq əsası. Bu doğrudur. Natrium sulfat hidroliz etmir yoldaşlar. Çünki qüvvətli əsas qüvvətli turşudan yaranıb. Deməli, onun aralıq məhsulu falan da yoxdur. Üçüncüyə baxırıq. Kalium sulfid qüvvətli əsas zəif turşudan yaranıb, qələvi mühitdir. Yəni əsasi mühitdir. Onun aralıq məhsulu turş duz olacaq. Bu da doğrudur. Amonium xlorid zəif əsas zəif turşudan yaranıb, hidroliz edir. Amma nə turş duz yaranmır, nə əsasi duz yaranmır. Çünki amonium iyonu belə deyək, əsasi duz əmələ gətirə bilmir. Çünki bir valentli kationdur. Xlorid anionu da turş duz əmələ gətirə bilmir. Çünki o da bir valentli aniondur. Ona görə buradan nə turş duz, nə əsasi duz alınmayacaq. Belə deyək də, onun hidrolizi cəmi bir mərhələdə baş verir. Oradan da alınır NH4OH və H xlor.
Belə, hansı doğrudur? 1 və 3 doğrudur. A variantı. Növbəti suala keçirik. 11-də deyir, hansı halda duzların hidrolizi zamanı yaranan mühit doğru göstərilmişdir? Alüminium nitrat zəif əsas qüvvətli turşudan yaranıb, deməli turş mühit doğrudur. Mis 2 xlorid yenə zəif əsas qüvvətli turşudan yaranıb, deməli neytral yox, turş mühit olmalıdır. Sink sulfat zəif əsas qüvvətli turşudan yaranıbsa, olmalıdır yenə turş mühit. Və natrium karbonat qüvvətli əsas zəif turşudan yaranıbsa, qələvi mühit doğrudur. 1 və 4 A variantı. 12. Hansı reaksiyalardan alınan duzların suda məhlulunda mühit eynidir? Birincidən kalium xlorid və karbonat turşusu alınır. O da suya və karbon qazına parçalanır. Burada kalium xloridin suda məhlulunda mühit neytraldır. Çünki kalium xlorid qüvvətli əsas qüvvətli turşudan yaranmış bir duzdur. İkinci reaksiyadan mis 2 sulfat duzu və su alınır. Buradakı duz, mis 2 sulfat duzu zəif əsas qüvvətli turşudan yaranıb, ona görə turş mühitdir. Üçüncü reaksiyadan alınır natrium sulfat və su. Natrium sulfat qüvvətli turşudan yaranan bir duzdur. Ona görə neytral mühit verəcək bizə. Və üçüncü reaksiyada kalium karbonat bir də su alınır. Kalium karbonat qüvvətli əsas zəif turşudan yaranıb deyə qələvi mühit olur. Eynidir deyirsə 1 və 3 götürməliyik. Yəni Y variantı doğru cavab olur. 13. Mis 2 nitratın suda məhlulu üçün nə doğrudur deyir? Lakmusun rəngini göyərdir. Xeyr. Mis 2 nitratda deməli kuprum OH2 və HNO3-dən yaranıb. Bu cür baxsaq, zəif əsas qüvvətli turşudan yaranıb, ona görə mis 2 nitrat turş mühit verir və lakmusun rəngini qırmızı rəngə boyuyur. Hidroliz məhsullarından biri əsasi duzdur deyir. Turş mühit verdiyinə görə onun aralıq məhsulu əsasi duz ola bilər. Mis 2 hidroksonitrat olacaq. Bu düzdür. Üstdə deyir OH iyonlarının sayı H müsbət iyonlarının sayından çoxdur. Bu da səhvdir. Mis 2 nitratda mühit turş olduğuna görə onun H müsbət iyonlarının sayı daha çox olacaq. 4-də deyir nitrat əlavə etdikdə hidroliz zəifləyir. Bu doğrudur. Turş mühitə turşu əlavə etsən hidroliz zəifləyər. Biz də doğru olanları 2-nə 4-ünü götürürük. 14. Kalium karbonat duzunun suda məhlulu üçün nə doğrudur? Bir mərhələdə dissosiasiya edir. Bu düzdür. Çünki normal duzdur. Normal duzlar birbaşa dissosiasiya edirlər. Deməli 2 səhvdir. Katyona görə hidroliz edirmi? Xeyr. Katyonu qüvvətlidir. Zəif olan anion tərəfdir. Ona görə aniona görə hidroliz edir. Və 2 mərhələdə hidroliz edirmi? Bəli. Kalium karbonatın hidrolizinin birinci mərhələsində deməli kalium hidrokarbonat və kalium OH alınır. Sonra kalium hidrokarbonatın da hidrolizindən alınır. Deməli kalium OH və H2SO3 aralıq məhsul kimi turş duz əmələ gəlir və 2 mərhələdə hidroliz edir. 1 və 4 doğru cavabdır. A variantı. 15. Alüminium nitratın hidrolizinin ikinci mərhələsinin tənliyini yazmalıyıq. Alüminium nitrat birinci mərhələdə baxın. Alüminium nitrat turş mühit verən bir duzdur. Deməli onun aralıq məhsulları əsasi duzlar olacaq. Birinci əsasi duzumuz OH sayı 1 ədəd olan NO3-ü də bir dəqiqə alüminium nitratın formulunu bura səhv yazmışdım. 2 yazmışdım bura, düzəltdim, 3 olmalıdır. NO3-ün sayı düşür 2-yə birinci mərhələdə və nə yaranır? HNO3 yaranır, 1 mol. Bu birinci mərhələdir. Sonra alınan bu əsasi duzun özü də 1 mol su ilə hidrolizə uğrayır. Bu dəfə duzun tərkibində OH-ın sayı 2-yə qalxır, NO3-ün sayı 1-ə düşür və 1 molda HNO3 alınır. Üçüncü mərhələdə, ikinci mərhələnin məhsulu olan bu duz yenə də su ilə hidrolizə uğrayır və OH-ın sayı 3-ə qalxır,
nitrat iyonunun sayı da sıfıra düşür. Bizden ikinci mərhələ soruşulursa bunu götürməliyik. Görəsən harda var bu? C variantında var. 16'da deyir. Hansı duzların hidrolizi zamanı turş mühit yaranır? Birinci qüvvətli əsas zəif turşudur. Qələvi mühit. İkinci də zəif əsas qüvvətli turşudur. Turş mühit. Üçüncü də qüvvətli əsas qüvvətli turşudursa neytral mühitdir. Dördüncü də zəif əsas qüvvətli turşudursa turş mühit olacaq. 17. Hansı duzların hidrolizi zamanı yaranan mühit doğru göstərilmişdir. Birincidə düzdür, çünki qüvvətli əsas zəif turşudan yaranan duzudur. İkincidə turş deyil, neytraldır. Amonyum karbonatın hər iki tərəfi zəifdir. Üçüncüdə turşdur, bəli, zəif əsas qüvvətli turşudan yarandığına görə turş mühitdir. Dördüncüdə neytral deyil, zəif əsas qüvvətli turşudan yarandığına görə dördüncüdə də turş mühit olacaq. 1-3 doğru göstərilib. 18. Aniona görə hidroliz edən duzları müəyyən etməliyik. Bu nə deməkdir? Zəif tərəfi anion olsun. Birincini götürəcəyik. Natrium müsbət katyonu güclüdür, amma asetat qalığının anionu zəifdir. Ona görə birincini götürürük. 2-də hər iki tərəf qüvvətlidir, hidroliz baş vermir. 3-də anion qüvvətlidir, katyon zəifdir. Bu katyona görə hidroliz edir. 4-də bəli, anion zəifdir, aniona görə olacaq. 5-də anion qüvvətlidir, 6-da anion zəifdir. Yəni, sirkə turşusunun qalığı, sonra karbonat turşusunun qalığı, sulfit turşusunun qalığı, bunlar zəif anionlardır. Çünki bu turşuların özləri də zəif elektrolitdilər. Cavab 1, 4, 6-dır. 19. Duz və onun suda məhlulunda yaranan mühit arasında uyğunluğu müəyyən edin deyir. A-da neytral mühitdir, çünki zəif əsas zəif turşudan yaranıb. B-də qələvi mühitdir, çünki qüvvətli əsas zəif turşudan yaranıb. C-də yenə neytral mühitdir, hər iki tərəf qüvvətlidir. D-də turş mühitdir, zəif əsas qüvvətli turşudan yaranıb. Çünki Y-də yenə hər iki tərəf qüvvətlidir, ona görə neytral mühitə aid olacaq. Bununla da hidrolizdə olan sualları izah etməyə çalışdım. Onlayn dərslərimə qoşulmaq istəyirsinizsə 077 460 47 23 nömrəsinə yazın. Həmçinin sınaq qrupuna da qoşula bilərsiniz. Belə növbəti videolarda görüşənədək salamat qalın.